Əgər paltar yağınız suyu yığır, fırlatmır, 12-11 olursa, paltar yağının problemi var deməkdir. Müştəri nömrəmi TikTok səhifəsindən götürüb zəng elədi ki, bəs paltar yağım Samsung markalıdır. Proqram verirəm, start verirəm, su gəlir, dayanır və işə düşmür. Bəzi modellər var ki, bu təcrübəyə əsasən deyə bilərəm. Yəni mənim təcrübəm olduğuna görə bu nə problem ola bilər, onu da bilirəm. Əgər 12-11 olursa, bu motor və ya plata ilə bağlı olur və bəzi modellərin 90%-də plata ilə bağlı olur Samsunglarda. Gördüyünüz kimi paltar yağın platası təmir olundu, amma artıq suyu da yığır, fırladır da və işə düşür. Yəni sözümü ona gətirirəm ki, təcrübəli usta olmaq əslində bu deməkdir. Əslində təcrübə yazılan TikTokda o demək deyil ki, sənin 25 yaşın var, yaz 10 il təcrübən var, 15 yaşından güya işləyirsən. Əslində amma heç təcrübən yoxdur, dünən başlamırsan işə. Yəni təcrübəli ustalara qiymət vermək lazımdır.